Bismillahirrahmanirrahim. La havle və la quvvətə illa billah el-aliyyil azim. Əziz və dəyərli müsəlmanlar və bütün azadlıq sevən insanlar, günümüzdə baş verən önəmli hadisələrdən biri haqda bu video buraxılışımızda sizlər üçün qısa bir açıqlama vermək qərarına gəldim. Deməli, Epstein koalisiyasının üzvü Amerika prezidenti Donald Trump dünya katoliklərinin liderinə qarşı aqressiv və emosional danışıqları ilə hücumdan sonra özünü Həzrəti İsa Məsih obrazında, görüntüsündə təsvir etdi. Trump bugün səhər saatlarında dünya katoliklərinin lideri Roma papası tərəfindən müharibələrin başlanmasında və günahsız insanların qətlə yetirilməsində Trump'ı dəstəkləmədiyinə görə tənqid etdikdən bir neçə dəqiqə sonra özünün Truth Social, yəni Sosial Həqiqət adlı platformasında süni intellektdən istifadə edərək özünü Həzrəti İsa əleyhissalamın görüntüsündə, obrazında təqdim edib. Bu görüntüdə bir çox Amerikalı xristianların ciddi şəkildə təhqiramiz hesab etdiyi səhnədə, diqqət edin, bir çox Amerikalı xristianların ciddi şəkildə təhqiramiz hesab edirlər bu səhnəni. Trump özünü bu səhnədə necə göstərir? Bir xəstəyə şifa verən kimi. İnsanlar onun ətrafında toplaşıb ona baxırlar. Yəqin ki, xəyalında özünü bir xilaskar obrazında təsvir edib. Bu təsvirin yuxarı hissəsində əsgər görüntüləri var. Mələklərin Trump'ı müşahidə etməsi var. Eyni zamanda Amerikanın qırıcı təyyarələri də onun yanında uçması təsvir olunub. Demək, mətnə görə, mətnin şərhinə əsasən Trump'ın bu təyyarələrdən günahsız insanlar və uşaqların öldürülməsi üçün istifadə etdiyi iddia olunur. Təbii ki, belə bir görüntünün yayılması, xüsusilə də dünya katoliklərinin liderinə qarşı, rəhbərinə qarşı edilən təhqirdən sonra demək, sosial mediada demək, qalmaqala, rezonansa səbəb olub. Hətta Amerika Konqresinin keçmiş üzvlərindən olan Marjorie Taylor Greene sosial şəbəkədə bu küfürdən daha pisdir. Bu yalnız Dəccalın ruhu və mahiyyətidir yazaraq münasibət bildirmişdir. Diqqət edin, çox dəqiq və uyğun açıqlama verib bu konqresin, keçmiş konqresin üzvü. Bu yerdə mənim yadıma Həzrəti Əmir-ül-Möminin əleyhissalamın nurani kəlamlarından biri yadıma düşdü. Zalimin sonu yaxınlaşanda zülmü artar. Əzizlər, Trump'ın bu günləri özünü Həzrəti İsa əleyhissalamın obrazında, görüntüsündə təsvir etməsi, görməsi, onun zülmlərinin bariz nümunələrindəndir ki, demək, zülm zirvəyə qalxır və nə qədər zülm artsa, demək, inşallah, Epstein koalisiyası Siyonist ittifaqının və bu koalisiyanın və ittifaqın nökərlərinin və davamçılarının inşallah tezliklə sonunun yaxınlaşması bizə kəsinliklə şübhə doğurmasın. Günümüzdə demək, dünya zalimlarının, cinayətkarlarının, zalim liderlərinin, əsas liderlərdən danışaq, onların törətdiyi cinayətlərdən, haqsızlıqlardan, vəhşiliklərdən, əgər istəsək biz onların həyatına baxaq, biz heç bir demək, halı müşahidə eləyə bilmərik. İstər ilahi baxış bucağından olsun, istər humanist, insanlıq baxış bucağından bunların bu həyat tərzinə yanaşsaq, gördüyümüz yalnız zülm olacaq, vəhşilik olacaq, cinayət olacaq. Bunların vücudunda, yəni fitri istedadlarında ayrı bir insanlıq istedadları demək olar ki, qalmayıb vücudlarında. Bu fitri istedadları, bu cinayət, vəhşilik, zülm üzündən, zülm səbəbindən özləri ilə daxili aləmlərində məhv ediblər. Ruhlarında tərbiyə etdikləri yalnız bir mövzu, yalnız bir sahə qalıb, o da zülmdür və cinayət törətməkdir, vəhşilik törətməkdir. Və onların ittifaqlarında, koalisiyasında dəhşətdən, iyrənclikdən, çirkinlikdən başqa bir halı da görmək mümkün deyil.
Həzrəti Əmir-ül-Möminin əleyhissalamdan axırı zamanda olan insanların əhvalı, durumu haqda gələn xəbərlərdən birində belə buyurulur. O zamanın hökmdarları fasik və günahkarlardılar. Yəni axırı zamanın hökmdarları, rəhbərləri fisq əhli və günahın çirkabında batıb qalanlardılar. Bəs o zamanda yaşayan insanların durumu, halı necədir? İnsanlar isə onların bu günahlarını görə susarlar, bir hal. Hətta bəzən onlara kömək belə edərlər. Bu iki hal. Sizi bir olan Allaha and verirəm. Həzrəti Əli əleyhissalamın bu sözləri bizim dövrümüzə aiddir ya yox? Yəni bugün dövrümüzdə olan hökmdarlar fasiqdirlər ya yox? Zalimdirlər ya yox? Fisq əhlidirlər, günah əhlidirlər ya yox? Yəni fisqə məhəbbətləri var, günaha məhəbbətləri var. Bunların həyatı yalnız fisq, fəsad və günahla əhatə olunub. İnsanlar buna susurlar ya yox? Kömək edirlər ya yox? Bəs bizə görə, demək Əli əleyhissalamın buyurduğu bu xəbər tam doğrudur və mütabiqət edir bizim həyatımızla. Ey Allahın qulları, bilin və agah olun. Bugünün fironları dünənin fironlarından daha təhlükəlidirlər, daha zalimdirlər. Onların cinayətlərinin, zülmlərinin, vəhşiliklərinin sayı hesabı yoxdur. Trump kimi birisinin bugün özünü Allahın mürsəl peyğəmbəri Həzrəti İsa əleyhissalama oxşatması, bənzətməsi bizə sadə görünməsin. Trump'ın ikinci dövrədə prezidentliyə başladığı müddətdə biraz keçəndən sonra Trump təbliğatçıları, Trumpçılar, İstər Amerikanın daxilində olsun, istər digər ölkələrdə olsun, Trump'ın ailə dəyərlərinə qiymət verən zalimlar olsun, rəhbərlər olsun, onu özünə nümunə bilən, görənlər olsun, fərq eləmir. Bütün demək bu ittifaq Trump'ı bir mərhələyə ucaltdılar. Hətta mən özüm demək bir neçə sətirləri oxudum ki, dedilər ki, Trump'a haşa lillah, hətta Allah belə toxuna bilməz. Mən bu İngilis dili demək kanallarda bu anlayışı, bu anlamı gördüm. Amma Trump'ın bu İran və İrana qarşı başladığı vəhşiliklərdə, müharibədə, təcavüzdə Fars körfəzində biz bilirik ki, Trump'ın nökərlərindən biri olan Küveytin əmirliklərinə, o hakim dairəyə yaxın olan siyasi təhlilçilərdən biri də Trump'ın gücünün, qüdrətinin mahiyyət baxımından, yəni söz gəlişi ilə bunu dedi ki, Allah da ona dəyə bilməz. Yəni Allahın haşa lillah Trump'a gücü çatmaz. Baxın, biz bir şeyə diqqət eləyək. Sözsüz ki, Trump fərd olaraq demək bu toplumun gözündə özünü bu qədər doğruldub ki, artıq bunlar da inanıblar bunun qüdrətinə, bunun böyüklüyünə. Bir şey yadımızda saxlayaq. Bir insan ki, şeytan tərəfindən bir virus var, xülya var, ona tutulsa, o virusla zəhərlənsə, özünü həddindən artıq böyük görmə məqamına gəlsə, son nəhayətdə o insanın içində olan fironu üzə çıxacaq. O da elə firon kimi açıq və net şəkildə deyəcək, Ənə Rabbukumul əla, mən sizin ən uca olan Rəbbinizəm. Bunu bilsinlər. Trumpçılar, Netanyahu, Siyonizm ittifaqı və demək Epstein koalisiyası, onların bu tutduqları yolda. Bugün bunların sanki zahirdə
özlərinin güclü görsənməsi və öz tərəfdarlarına özlərini belə qələmə verməsi bunların yolunun sonu deyil. O yolun sonunu nəticə etibarı ilə Allah vədə verib. Allah nə vədə verib? Thumma rədədnəhu əsfələ safilin. Sonra biz onu aşağıdan da aşağı salacağıq. Qaytaracağıq onu aşağıdan aşağı. Hərçənd ki Allah Təbarək Teala insanı Quranda ən üstün yaradılış kimi təqdim edib və insanın ən üstün yaradılış olduğunu Allah Təbarək Teala Quranda tanıtdırır. Amma eyni zamanda bu ən üstün yaradılış ola bilər ki, süquti və onun yıxılması, onun düşməsi də bütün varlıqlardan daha aşağı və daha alçaq olsun. Odur ki, Allahın vədəsi haqdır. Biz o vədənin bir günləri həyata keçməsini gözləyirik. Allah səni an veririk. Bu zamanımızın İmam-ı Məhdisinə ki, sən o həzrətin üzünə, nuruna bu həyat süfrəsini açmısan. Allah bu həyat süfrəsini çirkaba bulaşdıran bu Epstein koalisiyasını, Siyonizm ittifaqını insaniyyətin arasından apar, onları məhv elə və tezliklə bu həyat süfrəsinin banisi olan, yəni onun bərəkətinə olan bu həyatımız ki vardı, bu həyata həqiqi rəhbər olmağa layiq olan İmam-ı Zamanımızın zuhurunu təcil qərar ver. Allaha əmanət ol.